Herkese salam, kanalıma ve yeni vloguma hoş geldiniz. Necəsiz əzizlərim? İnşallah hər biriniz çox yaxşısınız. Yeni vlog videoma hoş geldiniz. Bugün sizinle birlikte çok güzel yeni bir vlog başlayıram. Düzü mən bugün kızlar gec başlayıram vlogu. Axşam vlogu çəkəcəm. Dedim belə bir vlog olsun kanalımda, axşam vlogu. Niye axşam vlogu da deməyin? Çünkü gedirik deməli Arazdan gəzməyə, biraz şəhər falan belə istədik. Və mənim kargolarım gəldi. Normalda bu aralar mən zaten bilirsiniz ki, mən qızlar ayda bir dəfə ya kargo sifariş edərəm ya etmərəm nəsə. Amma bu ay etdim. Keçən ay heç sifariş etmədim, heç nə o bir ayda eynən, amma bu ay etdim 2 aydan sonra şükür Allaha. Hətta mənim qabağıma o qədər şeylər çıxırdı ki, də yəni yenə də almırdım. Özümü tuta bildim bu 3 ay düz. Məsələn almadan həm imkanımız yox idi bir qədər, həm toyla yaxın zamanla toyuna falan əlaqədar imkan yox idi. Həm də bilmirəm. Dedim nə alacağam mən. Amma bəzi şeylər var ki, onları yenidən aldım. Bəziləri var almaq istirdim, aldım. Aldıqlarımı aldım. Və bəzilərini isə hədiyyə aldım. Məncə çox gözəldir hər bir şey. Bəyənəcəm, əminəm. İnşallah bəyənərəm. Elə belə almamışamdır. Ümidi ilə yaşayırıq zaten. İnşallah elə belə almamışam. Dəqiq baxım günün bu işıqsız necədir. Belə yaxşıdır yoxsa bir şey diyeyim. Bence belə. Yəni belə qızlarda. Bugün indi kargolarımı açaq və indi kargolarımı açandan sonra nəyi danışacağım sizlərə? Günlük, gündəlik rutinimi. Qızlar, bilmirəm həqiqətən siz necə qarşılayacaqsınız, amma çox gözəl bir ağlı belə tünd qırmızılı bordovluqda, yəni belə bir gözəl don almışam. Superdir qızlar. Kimin bu yaxın zamanda? Məli bu əsl toyluqdur məncə. Çünki ziyafət geyimidir də. O heç. Prosto yazmışdı ki, biri yazmışdı ki, mən toyumda nişanıma geyinmək üçün don axtarırdım. Münasib qiyməti aldım və çox gözəldir. Və həmin xanım bunun çəhrayı rəngini almışdı. Çəhrayı da əslində tünd çəhrayıydı. Mənim ondan xoşum gəlmədi. Bordosunu aldım. Və çox qəşəngdir. Dəli şeytandır qızlar. Nişanıma yaxınayaqdır və bunu geyin. Bəlkə bunu geyinim. Zaten alınıbdı da, bir də gedib niyə alıram? Pul niyə verirəm? Bahalı. Ucuz almışam da. Qızlar, spoiler oldu. Ya nişanıma bunu geyinəcəm. Prosto ki, mən orada geyimlər bəyənmişəm, demişəm, saxlayın mənim üçün. Onlar necə olacaq? Neysə, baxacağım. Səbirsizliklə gözləyim, məncə dəyər. Neysə qızlar, neysə. Amma bu çox gözəldir, həqiqətən. Keyfiyyəti falan da, yəni həqiqətən də mükəmməldir. Hər şey qayda və qaydasında yerində. Bəli, həqiqətən çox mükəmməldir çünki bu. Mən hələ saçımı falan bundan da qəşəng. Pos gərək saçımı falan yığasan, topuz. Saçımı topuz, dağınıq topuz kimi yığanda. Dağınıq topuz niyə? Gəlin dağınığı tipində topuzlar var, bilmirəm tam. Onu yığanda məncə daha qəşəng görünər deyə düşünürəm. Qolları falan detayına baxın. Və də belə ərkanına belə bir hissəsinə baxın. Necə gözəldir. Həqiqətən. Nişanıma bunu geyinəcəm. Həqiqətən. Bəli. Baxaq sonrasına. İkinci donumuz isə belədir qızlar. Bəli. Bu da həqiqətən özür istəyirəm, çox qəşəngdir. Narıncılı, qəhvəyi ilə də belə tünd tonlar, narıncı qəhvəyi belə çox ədəbli, ərkanlı. Hətta belində belə detay üçün, gözəllik üçün kəmər də var. Burada mənim bugün kombinim də qəhvəyidir deyə, həkim makyajımda, make-upım da qəşəng qəhvə eləmişəm və kombinimə uyğun ayaqqabım satım çox daha qəşəng göründü. Bu çox gözəldir. Həqiqətən geyinmək olar. Yəni çox qəşəng. Prosto biraz nəsə isti materialdır. Məncə bunu yay üçün yaradıblar, bəlkə deyər. Qış üçün yaradıblar bəlkə, amma yox qəşəngdir. Mən elə bilirdim materiallar qəşəng qızlar qalındı, amma şeydir, kətan imiş. Prosto bilmirəm niyə qalın kətandır. Üstü kətan kimidir, amma kətandır. Yoxsa deyil. Yox, özür istəyirəm, kartlar kətan deyil. Atlas deyirlər, nə bilə bildim. Materiallar nəzik, yay üçün belə parlaq. Məncə atlas deyirlər, ondandır. Qışın qalınlı quşdur, geyinmək olar. Üstünə şubiçka, belə uzun çəkmə. Geyinənlər var belə bir şeylər zaten. Yəni, var. Qışda da yay geyimləridir. Səhv etmirəmsə qızlar, mən yaşıl rəngli, belə ağlı, yaşıllı, qəşəng bir basanoçkada, yəni şap-şapda, ayaqqabı da belə dabanlı, kiçik dabanlı ayaqqabıda sifariş etmişdim. Yadımdan çıxıb.
Məncə etmişdim. Amma bu don çox gözəldir. Yəni uzundur, özü də qəşəng. Ədəbli Ərkan Əsər belə, yəni əgər kənddə yaşayırsınızsa, geyinə bilərsiniz də rahatlıqla və ya şəhərdə yaşayırsınız, kəndə getmək istəyənkən də geyinə bilərsiniz də. Yəni məsələn ananız və ya rayona kəndə qonaq gedəndə geyinə bilərsiniz. Çünki kənddə belə ədəbli geyimlər, yəni geyinirlər. Yəni qurban olum kəndlərə. Yəni zaten o kəndlər, mənim anam atam da yəni kənd yerində böyümüş uşaqlardılar. İndi lincləməyin də, yəni prosto ki, yəni demək istəyirəm ki, məsləhət görürəm. Yəni kəndə falan gedəndə geyinmək olar. Kənddə gedib necə deyə bilərəm, qarnı açıq kropla gedəsi deyilsiniz böyüklərin qarşısına. Əlbəttə, mədəniyyətsizlik, hörmətsizlik, tərbiyəsizlik kimi qəbul olunur. Həm də yəni kənd yerində biraz böyüklər yaşadığına görə daha çoxdur. Yəni düz gənclər də yaşır, amma yəni də axı nə bilim mən elə geyinirlər, belə geyinirlər. Kəndə gedəndə geyinmək olar, qəşəng. Çox gözəldir. Mən çox bəyəndim bu donu. Baxın belə bantikdə var sinə hissəsində. Çox gözəldir. Ağ yaşıllı belə. Mən ayaqqabıda yaşıl rəngdə sifariş etmişdim. Buna uyğun. Özü qəşəng demişdim, kəndə gedəndə geyinərəm. Baxın, əgər burada varsa tapım, kombinimi tamamlayım, gəlirəm. Qızlar belə. Baxın. Çox gözəldir həqiqətən. Bu da gördüyünüz kimi özünüzdə. Ayaqqabını mən almamışam, amma çox qəşəng ayaqqabı idi. Bəlkə də demişəm ki, mən bunu yaşıllardan başqa nə ilə kombin eləyəcəm. Ona görə pul verməmişəm. Mən bu aralar ekonomik olmuşam axı bildiyiniz kimi. Belə bir gözəl dikləban sifariş eləmişəm. Qara belə üzərində qızıl detaylı. Çox qəşəngdir bu da. Bütün donları açdım, tökdüm bu arada ki, bəlkə ayaqqabını taparam, tapa bilmədim. Bomboş. Daha bir belə bir gözəl donu qızlar yaxınlaşdırım. Sizler üçün. Ay, heç görünmədi. Deyə bilərəm. Baxın, belə bir şeydir. Qızlar, bir də belə bir don sifariş etmişəm. Bunu Mamçıqaya keçən il, deməli mən deyim sizə bax. Hə, keçən il fevral ayında almışdım Mamçıqaya, çünki yayda falan belə geyinərsən. Çox qəşəngdir. Sonra gördüm ki, mənim dayım qız da alıbmış, sən demə, bir il əvvəl özünə və mənə dedi ki, bebişkamla biz eyni gecə, yəni mənim mamamla. Dedim ki, mən də alım da özümə. Hətta bir dəfə piknik edərkən desin geyinmişdim. Piknik edəndə desən onu geyinmiş, bu don dayım qızının bu donunu geyinmişdim və çox bəyənmişdim. O qədər rahatdır, o qədər gözəldir ki, bax bunu da geyinib gedə bilərsiniz kəndə falan. O qədər gözəldir. Şəhər yerində də geyinmək olar. Ədəbli Ərkan o qədər gözəl xanımlarımız var. Ədəbli Ərkan dedim, mən də Ədəbli Ərkanam. Yəni sizlər üçün tövsiyə olaraq deyirəm də. Yəni mən də zaten qapalı şeylər geyinirəm əlbəttə. Allahımızın dinə hörmətlə yaşayırıq da əlbəttə. Bəs nə? Sadəcə olaraq demək istəyirəm ki, yəni belə mənim kimi yəni belə qapalı geyinən xanımlar, yəni geyinə bilərlər əlbəttə belə. Yoxsa necə deyə bilərəm? Əgər sizin seçiminiz, sizin zövqünüz, sizin həyatınızdır, mən yəni qarışmağa haqqım yoxdur. Qarışmıram da əlbəttə. Bəs siz istəmirsiniz də belə qapalı geyinmək sıxılırsınız falan. Öz seçiminizə geyinirsiniz, yaxşı edirsiniz. Mənim nəmə lazım. Bu videoda mən nəsə linçləməkdən daha çox qorxdum. Normal vlogda linçləməkdən qorxmurdum. Unpacking geyim mövzusu elə bir mövzusu. Çəkindim, nəsə. Üzr sayın. Nəysə arkadaşlar. Amma qəşəngdir, superdir qız. Ayaqqabı ilə üzrə gözəl qaldım. Uykum. Əsl bax, xanımda var idi bu dondan. Xanımda var deyil ki, xanım göstərmişdi üzərində mən bunu alarkən tətbiqdə. Superitoda da. Ən sonuncu məhsulumuzu göstərim. Bu da belə bir dondur qızlar. Belə ağ saraçka kimidir. Belə mavi, belə şəkli falan. Belə qəşəng. Qəşəngdir. Nə bilim, nəsə mənə uyğun gəlmədi. Bu uyğunlu deyil. Belə bir şeydir. Halloween. Yox, neyse. Bu qədər qızlar unpacking videom. İndi qızlar sizin haqqında danışım, gündəlik rutin haqqında. Bugün mən dəhşət və dəhşət çox gec durmuşam. Tam-tamına saat 2 tamamda uyanmışam. Duran kimi əl üzümü yuydum, yeməyimi yedim, hazırlaşdım və hal-hazırda saat 4-ün yarısı idi mən bu vlog başladığımda. İndi artıq saat 5-ə işləyib 15 dəqiqə. 16-15-dir. Yəni vaxt bu qədər tez keçir bilmirəm. 16-15 durur saat. Biraz telefona falan baxdım elədim. Bəzi işlər var, o görə həll elədim. Çox üzr istəyirəm. Əsnədim. Onları həll elədim. İndi 16-15-dir qızlar. Və mən nə edirəm? Bu bəzi mənim aksesuarlarım var ki, burada qalmışdı. Dibdə falan belə.
bacım otağında da qalmışdı, gördüm. Bacım otağını yəni mənim əşyalarım almışdı. Unutmuşdu qaytarmağa gedən zaman. Nəysə, bunları aparmalıyam. Şeydən. İndi araz gəlir yoldadım. Gedək, bunları qoyaq evimizə, yəni yeni evə qızlar. Və bundan sonra isə gedirik parka, gəzintiyə, şop. Və bugün axşam vlogu çəkirəm. Axşam vlogu unpacking. Normalda qızlar unpacking üçün niyə ayrı video çəkmirəm? Çünki başqa video çəkərkən, yəni hansısa ayrı bir tam unpacking videosu çəkərkən tam video, o zaman videolarım sevilmir, yığılmır, bəyənilmir, izlənmir. Ona görə də çəkmirəm və fikir vermişəm ki, hansı vlogumda unpacking olur, mənim vlogum, həmin vlogum yaxşı yığır. Deyirəm ki, ay bacı, bu vlogda unpacking eləyəndə ən çox izlənən vlogum olursa, bəs bu unpackingi sevilirsə, bu ayrı çəkəndə niyə sevilmir? Demək ki, hər ikisi bir arada sevilirmiş. Nə gözəl. Nəysə, onu gördüm mən, elə ayrı çəkmirəm, vlogun ortasından da gəlir, çəkib paylaşıram. Bəli. Və artıq qayıtdıq əvvəlki lokuma, bir dəqiqə çantamı da götürüb gələm. Lokum tam tamamlandı, çünki çantamda gətirdim. Kayçını çantamı taxmadım, nə bilmirsən. Taxacaqdım əslində, prosto tapa bilmədim. Burada yoxdur deyəsən. 100% aparıb qoymuşam yeni evə. Artıq çox şey mən aparmışam. Bu arada qoymuşam yeni evə. Bildiyiniz və gördüyünüz kimi əzizlərim yoxdur artıq heç nə. Siz deyirsiniz ki, ayda, aysın normalda belə tamamilə fərqli və gözəl kombinlər edərdi. Nə oldu buna belə axır vaxtları ancaq yeni falan. Əslində çox da yeni geyinmirəm, amma yenə də qızlar. O belə də geyimlərim, az geyimlər geyinə bilirəm burada. Çünki olanları yorumdur. Evet. Gedək və parkda görüşərik. Bunları qoyum. Bu arada bu yaşıl paketdəki geyimlər kimindirsəz, mən bunları da sifariş eləmişəm qızlar. Bu sizə göstərmədim çünki mənim razmerim deyil və mənim razmerim onu yaşayınca göstərim. Necə deyim ki, hazır belə əlimdə göstərə bilərəm. O da məncə maraqsızdır. Həm də ki, bunlar uşaq geyimləridir. Bunları mən qızlar Arazın bacısının qızı üçün almışam. Bəli, bir də oğlu üçün. Yəni Arazın necə deyə bilərəm? Bir qardaşı var, bir də bacısı var. Bəli. Qardaşı xaricdədir, Almaniyada. Bacısı buradadır və bacısının da 2 uşağı var, 3 uşağı var. Bir oğlan, bir qız, bir də ki balaca bir qızdır, Şirin. Onlar üçün geyim almışam. İstədim alım onlar üçün də özümdən sonra onlara düşündüm. Biraz dedim kiçik belə anda sürpriz hədiyyə. İndi onlar da gələ bilər bu gün yeni evə baxmağa bizim evimizə. Onu gördüm ki, orada verərəm, təqdim edərəm. Məncə qəşənglər. Və gördüm ki, sonra oğlanın ən sevdiyi rəng. Qızlar, bu arada biz getdik parka, indi parkda nələr oldu ondan danışım. Parkda gedən kimi nəsə yeni bir rəssam gəlmişdi, belə yaşlı bir bəy. Yəni bilinirdi ki, neçə illərin belə qəşəng rəssamıdır, həqiqətən də elə idi. Yəni o qədər gözəl rəsmlər çəkilmiş ki, yəni. Və biz də gördük ki, bizdən öncəki bəy və xanımın qəşəng şəklini çəkdi. Həqiqətən də 1 saata tam-tamına. Düzündə deyəcəksiniz ki, 1 saatda nə edəcəksiniz? İndi onu anlatacağım sizə. Yəni tez bazar, elə o qədər gözəl tez bazar, yəni 1 saata yaxında, az bir 50 dəqiqə falan o qədər gözəl rəsm çəkdi ki, yəni bizi neçə illərin rəssamdır, ələ öyrəşib deyə məncə. Hə, və bəy bizə təklif etdi ki, yəni sizin şəklini çəkin, münasib qiymətə idi zaten. Və biz də pulumuzu belə çəkdirdik, oturduq qarşısında, stollar vardı. Oturdu və çəkdi. Simmetriya xəttimizi falan aldı. Ondan sonra dedi ki, yəni bir yarım saat da deyil, 20 dəqiqə falan oturduq. Simmetriya xəttimizi falan, rənglərimizi götürdü. Geyim rəngləri falan, üzləri rəngi. Ondan sonra dedi ki, gedə bilərsiniz, gedin başqa işinizi görün. Mən sizə zəng edəcəm, nömrəsini də verdim, mən sizə zəng edəcəm. O zaman gələrsiniz, götürərsiniz. Biz etdik ki, tamam. Dedi ki, zəhmət olmasa buradan çox da uzaqlaşmayın. Yəni gələ bilərsiniz, sizin üçün rahat olsun. Biz etdik ki, tamam. Şəklimizi çəkdik, 25 dəqiqə falan belə oturduq, simmetriya xəttimizi götürdü. Sonra sizin nömrəsini verir ki, zəng edəcəm, gəlib götürərsiniz. 10.000. Həqiqətən də orada, yəni biz gedəndən sonra da bizim şəklimizlə məşğul idi. Yəni çəkirdi rəsmi. Özü özəliylə. Hə, çox sağ olsun. Əlləri yorulmasın, əlləri dəkkürməsin. Çox qəşəng çəkmişdi, gördüyünüz kimi. Yəni biz getdik, yarım saatdan çox, 1 saat elə gəzdik, elədik. Meşədə, parkda burada şəkil də çəkdirmişəm. Sonra necə deyim, karsora minmək istirdik, minmədik. Sonra gördük adam çoxdur və qayıtdıq. 1 saat 15 dəqiqədən sonra gəldik. Gördük ki, bəy artıq bizim şəklimizi tamamlamaq üzrədir. Bir 10 dəqiqədə gözlədik, heç nə qutardı. Demək 2 saata yaxın vaxt ərzində bitirdi. 1 saat 30 dəqiqə falandan çox. 1 saat 40 dəqiqə falan da belə. Yəni çox qəşəng, yəni çəkdi normal şəklimizi və verdi əlimizi.
Hətta mənim tək təşəkkürümü eləmişdi. Yəni dedim ki, bunu kəsə bilərsiniz, tək formasında. Tək formasını kəsdi. Bizim gəldi. Hətta biz biraz uzaq oturmuşduq arasına. O yarısına da özdə birin ikimizlə verdi, birindəki tək-tək. Araz öz hissəsini götürdü, mən öz hissəmi götürdüm. Yəni çox möhtəşəm çəkdi həqiqətən. Super. Belə oldu. Sonra biz parka getdik, parkda oturduq, elədik falan, söhbət etdik, güldük. Simçika falan aldıq, sok aldıq, elədik. Bir də çətir aldıq. Çünki gördük qəşəng çətirlər var orada. Deyə alaq da, niyə də yox. Çətir falan aldıq. Zaten bahalılardan lazım idi bizə belə mini çantalıq. Hətta aldıq ondan da qəşəng hər şey yerləşsin deyə, bəli. Aldıq 2 dənə, birini mavi aldıq, birində çəhrayı aldıq. Bir də yaşlı rəngi var. Nəsə mən dedim ki, mavi ilə açıq çəhrayılar çox qəşəng softdular həqiqətən də. Hoş görünürlər. Göstərə bilməmişəm səhvən onu sizə. Amma gələn vlogda inşallah nəsib olsa göstərəcəm. Narahat olmayın. Bəli. Bu vlog çox qəşəng idi. Həqiqətən də çox gözəl keçdi. Kanalıma abunə olub, videoma like atıb, bu vlogda yorum yazın. Bu videonun bu hissəsində mən sizdən xahiş edirəm. Hə, indi deyəcəksiniz ki, necə oldu? Qızlar, saat 5:00-da biz çatdıq evimizə, yeni evimizə. Və orada o zaman biz aynını yerəkdik dedik falan. Və yarım saat elə çıxdıq, getdik. Saat 6-ya qalmışıq, biz parkdaydıq. Yəni biz evə gəldik, saat 8-9-a işləyirdi. Raz gəldi məni qoydu evə və saat 9 idi artıq o zaman. Belə. Yəni otur yatdım, normal. Bu günlük vloqum da bitdi. Bu gün vloqa gec başladım. Çünki həm saat 2-də, yəni gec oyanmışdım. Həm də ki hazırlıqlara görə, hazırlıq dedik, yəni make-up falan hazırlamasına görə, ona görə gec başladım vlog. Üzrlü sayın. Gələn səfər lap daha super olacaq, amma bu vlog daha da gözəl oldu. Baxmayaraq ki, gec başladım. Tez də bitirdim. Neyse. Sağ olun qızlar, özünüzə yaxşı baxın. Özünüzə müğayət olun. Sizi çox sevirəm. Bye bye. Gəlin görüşlərdə kanalıma abunə olun, videoma like atın. Zəhmət olmasa. Bye bye. Maçı gucci.